Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil feracahum. Əziz müsəlmanlar, dəyərli möminlər və möminələr, bugün əziz İslam Peyğəmbərinin qızı Həzrət xanım Fatimə Zəhra salamullahi əleyhanın doğum günüdür. Bu münasibətlə mən Almaniya İmam Zaman Mərkəzi adından başda İmam Zaman ağa olmaqla əzəmətli rəhbər Seyid Əli Xamneyi, digər məraci, bütün əhl-i beyt dostlarını, anaları, bacıları, eyni zamanda xanımın yolunu layiqli davam edən xanımları və xüsusən Azərbaycanda həbs olunan hicablı xanımları təbrik edirəm. Xanımın şəfayətini təmənna və arzu edən şəxslərə Allahdan nəsib olmasını diləyirəm. Əziz müsəlmanlar, dəyərli qardaş bacılar, Həzrət xanım Fatimə Zəhra Beysətin 5-ci ili Cəmadül Axir ayının 20-sində dünyaya göz açmışdı, dünyaya gəlmişdi. İslam Peyğəmbəri hələ o uşaq yaşlarından ona hörmət və sayğı göstərmişdi. Onun hörmət və sayğısı qızı olduğuna görə deyil, xanımın öz dəyərli, imanlı, təqvalı olduğu və Allaha çox bağlı və məsum olduğu üçün idi. İslam Peyğəmbəri bir çox yerlərdə Həzrət Fatiməni qəzəbləndirən Allahı qəzəbləndirir, onu sevindirən Allahı sevindirir, o mənim ruhumdur, qəlbimdir, atasının anasıdır və s. ifadələrlə xanımın məqamını çatdırmağa cəhd etmişdir. Bir daha mən xanım Fatimə Zəhranın mövlud münasibəti ilə hər birinizi təbrik edirəm.